Salam xanımlar, xoş gördük sizləri. Bugün sizə belə gözəl saç rezinlərinin hazırlanmasını göstərəcəm. Bu şəkildə çox asandır. Heç vaxt belə rezinlər hazırlamayan biri üçün də asan bir üsuldur hazırlamaq. Belə balaca rezinlərin üzərinə çiçəkləri, belə çiçəklər toxuyub və kley ilə yapışdırırıq bu şəkildə. Deməli, bunun üçün bizə lazımdır. Belə rezin. Siz əgər istəsəniz, belə balaca kiçik klipslərə də eləyə bilərsiniz. Belə balaca sancaqlara da eləyə bilərsiniz. Yəni ki, öz istəyinizdən asılıdır. Mən bu dəfə rezin üzərində hazırlamışam. Bunun üçün mənə lazımdır belə ip. Çalışın ki, koton ip olsun. Yün iplər olmaz. Tüklənmə olur, yaxşı olmur. Deməli, 2 milli milçə lazımdır. Bu qədər. Bir də yapışdırmaq üçün belə yapışkan lazımdır. İndi başlayaq toxumağa. Öncə ipimizi bu şəkildə qatlayırıq. Üst-üstə qoyuruq. Əlimlə də belə saxlayıram. Çalışın ki, əlinizlə möhkəm saxlayın. Bunu götürdüm. Bir dəfə bənd elədim. Daha sonra 1-2 zincir çəkirəm. Başına doluyuram. Götürürəm. Bir az uzadıram. 1-2 dəfəyə çıxdım. Bir də götürürəm. Biraz qaldırmaq lazımdır. 1-2 dəfəyə götürürəm. Bir daha götürürəm. Çıxıram. 1-2 dəfəyə çıxdım. Deməli 2 zincir çəkdim. Arada üçünü toxudum. İndi 1-2 zincir çəkirəm və bir daha buradan götürürəm. Bunu bunun içindən çıxardıram. Bu şəkildə. Bir ləçəyimiz alındı. 1-2 zincir çəkirəm. Başına doluyuram. Buradan götürürəm. Bir az qaldırıram. 1-2 dəfəyə çıxıram. Götürürəm. Biraz qaldırıram. İpi biraz çəkim. Götürürəm. Biraz qaldırıram. 1-2 dəfəyə çıxıram. Bir daha götürürəm. Biraz qaldırıram. 1-2-3 2 dəfəyə götürürəm. 1-2 zincir çəkirəm. Və bunu bura içindən çıxardıram. 1-2 zincir çəkirəm. Bir daha götürürəm. Bir az gördüğünüz kimi qaldırdım. 1 2 3 və 1-2 zincir çəkirəm. Çıxardıram. Və bunu bunun içindən çıxardıram. Arada rezinimizi başlayın. Alttaki ipimizi biraz çəkib yığıram. Rahat eləmək üçün. Və bir daha 1-2 zincir çəkirəm. Başına doluyuram. Çıxartdım. 1-2 başına doluyuram. 1-2 1-2 2 zincir çəkirəm və gəlirəm buradan
Bunu bunun içindən çıxardıram. 5-ci ləçəyimizi də hazırlayaq. Arada məsələn ip burada balacalaşanda biraz sıxıb yığırsan. Bir daha sonuncunu hazırlayaq. Bir də eləyəndə çalışın ki bu ip altda qalsın. Bunun altından keçirdin. Və bunu əlinizdə burada saxlayın. Bunun altından keçirdin. Biraz çəkdin. 1, 2. Bir daha götürürük. 1, 2 götürürük. 1, 2, 1, 2 zincir çəkirəm. Götürürəm və bunu bunun içindən çıxardıram. Deməli, altdan ipi çəkirəm, tam şəkildə yığıram. Gördüyünüz kimi yığdım. Buradakı ipimizi də bir dəfə də zincir çəkirəm və bunu çıxarıram buradan. Bu şəkildə. Bunu tam sıxıram. Bu hissəsini tam sıxıram. Və bunu bundan bağlayıram. Bunu bundan bağlayıram. Bu şəkildə. Artıq hissəsini çıxardım. Kəsdim. İndi bunun bu ortasına siz istədiyiniz, məsələn, istəsəniz belə muncuq tikə bilərsiniz və yaxud da kley ilə yapışdıra bilərsiniz və yaxud da bu renkdə eləyə bilərsiniz. Yəni istədiyiniz renklərdən istifadə edə bilərsiniz. Mən bunlara ortasına belə çiçək şəklində eləmişəm. İndi bunu da bunun kimi eləyirəm. Ancaq siz istədiyiniz renkdə muncuqlardan istifadə edə bilərsiniz. Yəni bu şəkildə. İlk öncə bunu deməli bu hissəsini yapışdıraq. Deməli bunun bu ortasına bunu qoyuram. Və çiçəyimizi yapışdırıram. Bu şəkildə yapışdırdım. İndi də rezininizin üzərinə yapışdırırıq. Rezinin altından belə açıram. Əlimlə bu şəkildə açıram. Açdım. Bu hissəsinə kley vurdum. Və bunu bura yapışdırıram. Əgər kleyiniz yoxdursa, siz bunu tikə də bilərsiniz. İynə sapla tikirsiniz. Asan şəkildə tikmək olur. Bu şəkildə. Bunun heç bir şey qopmasına narahat olmayın, qopmur. Çox gözəl yapışır. İstəsəniz tikə də bilərsiniz. Bu şəkildə xanımlar, inanıram ki bu asan, gözəl üsulu bəyənərsiniz. Deməli, əgər bəyəndinizsə like etməyi, bəyənməyi unutmayın. Əl işlərimdən ilk siz xəbərdar olmaq istəyirsinizsə zınqrov işarəsini aktiv etsəniz hazır əl işlərimdən ilk olaraq siz xəbərdar olacaqsınız. İstədiyiniz sualları vermək üçün də bildirimlərdə suallarınızı verə bilərsiniz. Çalışaram ki ətraflı şəkildə sizə
əlimdən gəldiyi qədər izah edim. Bu şəkildə hələlik yeni əl işlərimdə görüşmək ümidi ilə.